dostlar, gördüğünüz daşı İsmail'in torpağında elə bir sənətkar var ki, düzəldir qübbələmdir. Tamət eləyir buna həyata dəhşətin dəhşəti. Haradadır, mən onu sizə göstərəcəm. Möhtəşəm yer İsmail rayonunda daş inşaatdır. Heydər Əliyev prospektinə tanınmış bir yerdə gedəcək bu daşları görərsiniz, özünüz də heyrətə gələrsiniz. Həqiqətən dəhşətin dəhşətidir. Qaval daşı da buradadır. Moydadırlar ömürlük. Samik qardaş xoş gördük. Bizim fəxrimiz, yerlimiz, canımız, ciyərimiz. Allah sənə var eləsin. Qardaşımız gör nələr düzəlib da siz üçün. Allah sənə əli qolu var eləsin. Həqiqətən bir yaxdan baxırıq, çox həqiqətən möhtəşəm də qardaş. Möhtəşəm. Moydadırlar daşdan. Yəni deyərsiniz mümkün deyil, mümkündür. Bax, istədiyiniz rəng, istədiyiniz fason, həyətə vurursunuz, deyirsiniz kerama qrant çizilir, hamam otağına da vura bilərsiniz, mən deyirəm sizə. Bax, görürsünüz belə daşlar. Qabançiklərdən belə düzəldiblər də, yəni bu həqiqətən keyfiyyətli, özəl, gözəl. Əl işidir, hamısı təbii çay daşlarıdır, yenə deyirəm. Bax, qabançikləri görürsünüz qardaş. Evin fasadına vurursunuz, həyətə vurursunuz, pilləkən börünə vurursunuz. Hara istəsəz, bax, bir göstərəcəm. Samik qardaş, bunlar 100% təbiidir də, yəni bütün məhsullar təbii istehsal yerli məhsul. Hamısı İsmailli məhsullu, yerli məhsulların hamısı. Baxın qardaş, moydadır alıb qoydun qardaş. Qabançikin gözəlliyinə bax. Bax. Buna bax, xırda, incə. Keyfiyyətli, vurdun. Hamamın bir dənə duş qabının içinə vurarsınız, bir dəfə möhtəşəm olacaq, heç vaxt darıxmayasınız. Hamısı. Gəlirsiniz, sifarişinizi verirsiniz. Yığırsınız kamaza, tonla, aparırsınız, işinizi görürsünüz. Məndən çəkmək, göstərmək. Qardaş, sonra deyimin ki, Azərbaycanda belə bir yer yox. Bax, nə cür istəsiniz, nə rəngi istəsiniz, tam təbii çay daşları. Özü gedən daşlar. Allah səni var eləsin, qardaşım. Həqiqətən möhtəşəmdir, yəni heyrət amiz. Allah səni də var eləsin. Sən də İsmaillinin fəxrisən verəcəksən. Var ol, qardaş. Sənətkarlar diyarında, mən özüm də İsmaildən bilməyənlər də var hələ ki. Allah razı olsun. Allah qorusun. Belə yəni görürsünüz, yəni sənətkarların diyarı İsmailin torpağı. Bütün ustalara salamlayıram. Azərbaycanın hər yeri gözəldir, vətənimizdir, bizimdir. İnşallah qardaşın səhifəsində qoyuram ora. İzləyin, bəyənin, dəhşətli videolar, dəhşətli işlər. Bu moydadır da, yəni əl yusun. Qaval daşından da bir iki dəfə ifəliyib gedirəm. Buna bax, moydadırın gözəlliyini. Əlin qolun var olsun, qardaşım. Sağ ol, var ol, şad ol. Vallahi. Yəni bu işin ərsiyə gəlməyə tək Samik qardaşın işi deyil. Nurlan qardaşın da zəhməti burada böyükdür. Allah onu da var eləsin. Əsas istehsal, yəni o adamdan başlayıb, gəlib çıxıb bu səviyyəyə. Allah kömək olsun. Yerlilərə can qurban var olun. Alın aparın qardaş. Biz göstərdik, alıb işlərin ömürlük. Ayağınız balçıda batmasın, daşın üstə geçsin.